Hər kəsə salam. Ümid edirəm sizdə hər şey yaxşıdır. Bu gün YouTube videolarına davam edirik. Nə barədə danışmaq istəyirdim müşahidələrimdən? Niyə görə biz özümüzü anlaya bilmirik? Niyə görə başa düşə bilmirik ki, bizimlə nə baş verir? Niyə görə bəzən məntiqi anlayırıq, ancaq hisslərlə bunu anlam verə bilmirik? Niyə görə biz ətrafda axtarırıq cavabları, gözləyirik ki, kimsə bizə gəlsin desin ki, biz nə etməliyik, kimsə bizim yerimizə qərar versin və yaxud da kimsə bizə bizim necə olduğumuzu desin. Bu barədə bu günlərim idmandaydım və İtalyan xanımla söhbət eləyirdik, receptionda oturan. Hardasa bir 60 üzəri yaşı olar, amma çox gənc görsənir yer gəlmişkən. Və onunla da bu barədə danışdıq ki, insanların çoxsunda bax bu var. Yəni insanın tərəddüdləri, müəyyən həyati proseslərdə əsasən də özünü itirməsi və özünü tərk olunmuş, belə deyək də, yalnız hiss etməsi və sualın cavabını ətrafda axtarması. Mən istərdim bu video ilə əslində bu insanlara dəstək olmaq. Çünki çox insanlar deyir ki, özünə güvən, özünə inan, öz dayağın özün olmalısan, özün özündədir cavablar. Amma nədənsə o cavablar özündən gəlmir axı. Gəlin baxaq görək, niyə görə belə olur? Niyə görə insanın başa düşə bilmir özündə nə baş verir? Niyə görə buna ehtiyacı olur ki, kimsə gəlsin desin ki, onunla nə baş verir? Hərçənd ki, yəni artıq yetişkin yaşdadır, artıq böyük həyat təcrübəsi də var. Məsələ burasındadır ki, bizim yenə də gedəcəm uşaqlığa, çünki ora getmədən mümkün deyil. Orada formalaşır bütün hər şey. Bizim uşaqlıq dövrümüz var ki, o dövrdə ana ilə simbiyoz dövründə bizim hələ özümüz haqqında anlayışımız olmur. Biz özümüz haqqında anlayışımız fraqmentar olur. Yəni biz başa düşə bilmirik ki, biz əlimizi tutalım ki, əlimizi toxunuruq, əlimizə baxırıq, hələ bilmirik ki, bu bizim əlimizdir yoxsa yox, ayağımıza baxa bilərik və ya hansısa bir orqanlarımıza baxa bilərik və bizi təəccübləndirə bilər, əksinə bizi qorxuza bilər. Mənim yadımdadır, mənim oğlum öz ayağına ilk dəfə toxunanda qorxmuşdu ki, bu nədir belə. Və o zaman bizim anamız bizə güzgü effekti verir, bizə belə deyək də sakinləşdirir. Bu sənin əlindir, bu sənin ayağındır, bu sənin nə bilim falan orqanındır. Bizə bunu aşılır və yaxud da bundan əlavə də sonra o hisslərlə olan dövr gəlir, hardakı affekt başlayır uşaqlarda. Başa düşə bilmir ki, o qəzəblənir və yaxud da kədərlənir. Sadəcə hədsiz şəkildə reaksiya verə bilir və bu anda da yetişkin insan lazımdır ki, ona daha doğrusu anası ona güzgü effekti verərək izah eləyir. Sən indi ağlayırsan, çünki acmısan. İndi biz əllərini yuyacağıq, biz indi yemək yeyəcəyik. Və yaxud da sən özünü belə hiss eləyirsən, çünki yorulmusan, indi gedəcəyik yatmağa. Mən bunu deyirəm, özüm də yadıma düşür ki, mən hazırda da elə onu eləyirəm övladımdan. Hardasa 2 yaş olar, məhz bu dövrü keçir və bu çox maraqlıdır bunu müşahidə etmək. Çünki əvvəllər bunu teoretik bilgilərdə bilmək və yaxud da özüm uşaqlığım o qədər də yadıma gəlmir. İnsanın özü uşaq olanda bunun o qədər də fərqində olmur. Ancaq mən indi həm mütəxəssis kimi, həm də bir ana kimi bu prosesin necə keçdiyinin şahidi oluram. Yəni canlı ki, uşaqda bu necə mərhələli şəkildə baş verir, necə o başa düşə bilmir və necə ona izah eləyəndə o sənə qulaq asır və yavaş-yavaş özünü tanımlamağa başlayır da. Kədərlənəndə ki, sən bax, tutalım ki, mən sənə icazə vermədim bunu, sən kədərləndin, sən əsəbləşdin, ona görə də əsəbləşirsən. Bunu ona demək və beləcə uşaq özünlə nə baş verdiyini anlamağa başlayır da. Mən hansı hissləri keçirdirəm, mənim hansı orqanlarım var, mən niyə görə bu reaksiya verdim, yəni bu baş verdi mənim həyatımda, ona görə də mən bu cür hiss elədim. Ancaq bu o zaman ola bilir ki, ananın özünün də resursu var. Yəni ana təhlükəsizlikdədir, ekonomik cəhətdən hər şey qaydasındadır. Ata, yəni onun partnyoru ananın
həyatında çox aktiv şəkildə iştirak eləyir ki, ana necə övladı sakinləşdirirsə, necə ona belə deyək də qayğı ilə yanaşırsa, necə onun hisslərini konteynirovat eləyirsə ruslar demişkən, ata da, yəni onun partnyoru da anaya qarşı bax beləcə qayğılı şəkildə onun üçün hər cür şəraiti yaradır ki, o uşağına присутствующий ola bilsin, onun yanında ola bilsin, bunları eləyə bilsin. Çünki bunun üçün həqiqətən də resurs lazımdır ki, ana öz uşağına fokus ola bilsin. Amma çox təəssüf ki, bu heç də belə olmur. Çox təəssüf ki, olur ki, analar depressiyaya keçirdə bilərlər. Analar həmin vaxtı partnyoru ilə problem ola bilər. Ola bilsin partnyor ona xəyanət edə bilər həmin dövrdə. Bu daha da onu stres sala bilər və yaxud da ignor edə bilər partnyoru öz problemi, özü ilə məşğul ola bilər və yaxud da gedə bilər və yaxud da ona nəsə baş verə bilər və yaxud da ekonomik problemləri ola bilər də həmin dövrdə və sair və ilaxır. Yəni istənilən halda ana onu edə bilmir və təbii ki, uşaqda bu celostni obraz, özünün haqqında tam obraz formalaşmır, yarımçıq qalır. Ona görə də yetişkin yaşda ola bilsin ki, onunla nəsə baş verir və o tutalım ki, hansısa dostu ona xəyanət eləyir, gedir və o hissləri ilə bacara bilmir də və yaxud da hansısa bir sevgilisi və yaxud da həyatında və onu dəfələrlə bağışlaya bilir həmən insan, ona xəyanət edən insana, ki, liş bu həyatından getməsin. Və sair və ilaxır. Niyə? Çünki o anlaya bilmir ki, nə edim. Anlaya bilmir ki, nə baş verir mənimlə də. Ona görə yox ki, mən pisəm də. O bəlkə də düşünür ki, bu mənə xəyanət elədilər, yəqin mən nə cürsə davrandım, yəqin ki, mən pisəm və yaxud da mən nəsə elədim ki, məndən bu cür davrandılar. Yəni o anlaya bilmir ki, mən indi kədərlənirəm əslində, çünki məndən bu cür davrandılar, amma mən bunu mən icazə verməyəcəm ki, mənimlə bu cür davransınlar. Mən buna stop deyəcəm və mən həyatımı davam eləyəcəm. Amma insanlar özünü itirə bilərlər və ya hansısa bir həyati qərarlarda özlərini itirə bilərlər. Çünki özləri ilə bax beləcə hiss elədikləri ilə, öz tam obrazları ilə əlaqə yoxdur. Yəni onlara bu təcrübəni verən olmayıb. Çünki bu təcrübə insanda olanda, bax o formalaşanda, həyatında gələcəkdə belə buna oxşar hadisələr olanda insan özünə o sualı verə bilir ki, aha, mən indi filan şey eləyirəm, filan şey baş verdi, bu ona görədir, mən ona görə bu cür hiss eləyirəm və o hissi özünə yaşamağa icazə verir və həyatına davam eləməyə başlayır. Bu halda isə bu demək deyir ki, əgər bu baş verməyibsə, indiki dövrə gələk də, bu demək deyil ki, dünyanın axırıdır. Bu o deməkdir ki, artıq biz özümüz məsuliyyət daşıyırıq ki, bu bizdə olsun. Yəni bizim daxilimizdə bu dayaq formalaşsın ki, biz ona arxalana bilək. Çünki həqiqətən də insan özünü anlaya bilməyəndə, öz hisslərini anlaya bilməyəndə o cavabı haralardasa axtarır. O gözləyir ki, kimsə gəlsin onun yerinə qərar versin, kimsə gəlsin desin ondan nəsə baş verir. Çünki onda o tam obraz yoxdur və bunu kim edə bilir? Psixoterapevt edə bilir. Əsasən də ilkin dövrdə məhz bu istiqamətdə ona nə baş verdiyini ona əks elətdirir. Hansı hisslər keçirdiyini, hansı davranışlar etdiyini, nələr baş verdiyini onunla və beləcə insan bu təcrübəni yaşamağa başlayır. Beləcə o belə deyək də özünün tam obrazı özündə formalaşmağa başlayır və bu formalaşdığına görə daxilində artıq anlayış baş verdiyinə görə daxilində ki, aha, mən filan hissləri keçirdim, çünki əsəbləşdim, çünki qəzəbləndim, çünki mənim sərhədlərimi pozdular və yaxud da bu mənə uyğun olmadı ona görə və yaxud da mən istədiyimi əldə edə bilmədim ona görə. Mən kədərlənirəm filan şeyə görə, mən xəyal qırıqlığına düşdüm bu filan şeyə görə, mən təəccübləndim ona görə də belə oldu və sair və ilaxır və bu hisslər birincisi özünə yaşamağa imkan verir, ikincisi ona özünə uyğun qərarlar verməyə imkan verir. Öz hisslərinə arxalanaraq öz həyatının belə deyək də avtoruna çevrilməyinə imkan verir və bu yol keçdikdən, yəni bu təcrübə formalaşdırdıqdan sonra insanda artıq
bu belə deyək də özünü itirmə belə hallarda, bu stress hallarında, bax belə şeylər baş verən hallarda, qeyri-müəyyənlik hallarında o təşviş, o özünü itirmə, o özünü bilməmək ki, neyniyim, bax o azalmağa başlayır. Yəni artıq içində o doyaq olur və artıq o terapistin suallarını sən özün özünə verməyə başlayırsan. Sən özün özünə belə deyək də belə bir içində yaranmış obraza arxalanmağa başlayırsan. İndi məsələ ordadır ki, biz yetişkin vaxtda nə qədər hazırıq özümüzə bu investisiyanı eləməyə, nə qədər hazırıq özümüzlə üzləşməyə, nə qədər hazırıq bu yolu keçməyə. Bu artıq insanın belə deyək də öz qərarına qalıb ki, nə qədər enerji və investisiya hazırdır ki, özünə, bax özündə o daxili dayağın formalaşmasına sərf eləsin. Çünki bunu yetişkin yaşda eləmək olur. Çünki yetişkin yaşda bu artıq bizim məsuliyyətimizdir. Bu uşaq vaxtı əgər bizim anamızın məsuliyyəti idisə, bunu etmək onun öhdəliyi idisə, artıq yetişkin yaşda bu bizim öhdəliyimizdir. İndi biz onu eləyəcəyik, eləməyəcəyik, artıq bu bizim öz seçimimizə qalıb və təbii ki, bizim həyatımız da bizim seçimlərimizin nəticəsidir. Bu qədər mənim sizə deyəcəklərim bu günlük bu qədər. Əgər sizin bununla bağlı hissləriniz yarandısa, məni dinlədikcə hər hansı bir suallarınız yarandısa, videonun altında komment şəklində bildirə bilərsiniz. Hələlik isə növbəti videolara qədər hələlik.